Biz xəlifələrin həyatına baxanda, məsələn, tutaq ki, xəlifə Muaviyyənin siyasətdə daha tədbirli deməli, insan olduğunu, xəlifə olduğunu biz görürük. Hətta o siz qeyd elədiyiniz siyasətin hiylə tərəflərinin xəlifə Muaviyyə tərəfindən istifadə olunduğunun biz tarix səhifələrində bunun şahidi oluruq. Bunu amma Həzrət Əlinin idarəçiliyində biz görmürük. Hər ikisi Peyğəmbərin səhabəsi idi, hər ikisi Peyğəmbərin yaxınları idi. Necə oldu ki, Peyğəmbərdən sonra İslam xilafəti iki yerə parçalandı, Əli və Muaviyyə. Muaviyyənin belə deyək, daha tədbirli, daha siyasətin hiylə tərəflərindən daha bariz istifadə edən bir şəxsiyyət kimi, bir xəlifə kimi tarixin yaddaşında qaldı. Həzrət Əli isə əksinə ədalət timsalı kimi. Aydındır. Gəlin, bunların da bir həyatına və fəaliyyətinə bir nəzər salaq. Həzrəti Əli xəlifələrin dövründə eyni zamanda fitva verəlmiş. Bütün xəlifələrin dövründə. Özündən əvvəlki xəlifələrin dövründə. Amma Muaviyyə 20 il vali oldu. Şam şəhərinin valisi oldu, 20 ildə xilafətdə oldu. Yəni, amma bir günlər Həzrət Ömər birinə sual verir ki, mən xəlifəyəm yoxsa padişaham? Deyir, and olsun Allaha ki, əgər Beytülmaldan 1 manat xərcləmişsən, belə deyək, indiki dildə deyək, indiki anlaşılsın, 1 manat xərcləmisənsə, sən artıq padişahsan, xəlifə deyilsən. Amma Həzrəti Muaviyyədə eyni zamanda bunu etiraf eləmək lazımdır ki, daha doğrusu etiraf, estağfurullah, etiraf yox, yəni mən sadəcə olaraq bunu qeyd eləmək lazımdır ki, Həzrəti Əli ilə Muaviyyənin arasındakı fərq onların yaşam həyatında tərzində də vardır. Biri, Həzrət Əli nə deyir? Deyir, mən müsəlman olmasaydım, məndən güclü siyasətçi olmazdı. Və burada da işarə edilir ki, orada hilə də vardır, siyasətdə hilə də vardır. Amma dediyim kimi, o bir mənasında. Muaviyyənin isə xilafət dövründəki antlaşmanı pozması, Həzrət Həsənlə antlaşmasının vardı ki, onların tarixdə onun oğlunu hakimiyyətə gətirməyindən, Yezid hakimiyyətə gətirməyindən, özündən sonra hakimiyyətə qoymağı ilə antlaşmanı pozması, bu artıq hiləli siyasətdir. Burada bu öz əksini tapır. Və sonraki dönəmdə də, yəni ümumiyyətlə, Həzrət Əlinin xilafəti dövründə ədalət həddən çox, belə deyək deyə, çox öz ədalətli insanıdır. İkinci bir tərəfdən də ki, ona artıq İslam aləmində ona vəlilərin şahı deyirlər. Yəni Allah dostlarının şahı deyirlər. O həm də Allah dostuydu, həm də ki, elmi qapısı idi. Yəni bunda 3 mühüm böyük keyfiyyət Həzrət Əlidə cəm olunmuşdur. Alimliyi, ədaləti və onun belə deyək də idarəçilik qabiliyyətində əlavə onun o İslam namusu, İslam isməti, İslam əxlaqı. İslama sədaqəti. Bəli, İslama sədaqəti. Bu 3 mühüm keyfiyyət Həzrət Əlidə cəm olunmuşdur. Amma Muaviyyənin həyatında biz onu əgər ədalətli insan olsaydı, o Həzrət Həsən dünyasını dəyişmişsə Həzrət Hüseyin varıdır. Onların antlaşmasında sonraki dönəmdə hakimiyyət keçməli idi bu tərəfə. Bəli.